Rəvayət edilir ki, Adi ibn Hətim demişdir: mən Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanında ikən 2 nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər ona Allahın salavatı və salamı olsun, onları dinlədikdən sonra dedi: yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib dolaşıb, bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə qiyamət qopmayacaq. Sonra siz Allahın hüzurunda duracaqsınız və sizinlə onun arasında heç bir pərdə olmayacaq. Dediklərinizi tərcümə edəcək bir tərcüməçiniz belə olmayacaq. Sonra Allah öz qulundan soruşacaq: mən sənə mal dövlət verməmişdimmi? O vermişdin deyəcək. Sonra soruşacaq: mən sənə Peyğəmbər göndərməmişdimmi? O göndərmişdin deyəcək. Bundan sonra əvvəlcə sağına, sonra soluna baxacaq. Lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa yarım xurma sədəqə ilə özünüzü oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla özünüzü oddan qoruyun. Buxari 1413-cü hədis.